Hər kəsə salamlar. Gəlin bu gün maraqlı proseslər haqqında danışaq, hansı ki, bir növ ardıcıl baş verir və biz daxili dünyamızı yaxşı müşahidə edə bilmədiyimizə görə bunları görə bilmirik. Gəlin 2-3 dənə fərqli situasiya təsəvvür edək. Məsələn, atıram ki, sən uzun zamandır, bir 10 ildir hansısa professiyada işləyirsən və məsələn, həkimsən və birdən qərar verdin ki, mən əslində, nə deyim, okay, ingilis dili müəllimi olmaq istəyirəm və bütün dünyanı gəzib fərqli ölkələrdə uşaqlara ya da yetişkinlərə dərs demək istəyirəm. Bilirsiniz belə var, yəni xaricilər gəlir bunu Bakıda da eləyir. Ya da bir neçə ildir, bəlli bir oğlanla bərabərsən və elə bir nöqtəyə gəlmisən ki, hardakı münasibətinizdən artıq tam əmin deyilsən, amma münasibət də bir növ bir şeyə artıq çevrilməlidir, harda ki, ya nişan olacaq, ya evlilik olacaq, yəni 3-4 ildir məsəl üçün bərabərsiniz və sən bir yerlərdə hiss edirsən ki, ayrılmaq istəyirsən. Ya da ki, məsələn, Bakıda yaşamısan ömür boyu, nə bilim 25 yaşın var, 30 yaşın var. İndi xaricə gedirsən ya da tələbə kimi xaricə gedirsən oxumağa elə 20-22 yaşında və Azərbaycanlı olaraq Bakıda böyüyərək bəlli bir həyat tərzin var idi, bəlli bir ə, bizi tərbiyə, böyüdülmə tərzi vardı, düzdür? Xaricdə isə Avropada yaşayanda insanın özünün tanımadığı başqa tərəflər açılmağa başlayır. Daha azad bir həyat seçimi etmək istəyirsən və burada bütün mürəkkəb proseslər oyanmağa başlayır. Məsələn, gəlin birini götürək. Daha çox özünü büruzə verir oğlanlarla münasibətdə. Əgər mən oğlandan ayrılmaq istəyirəmsə, birdən mən özümdə müşahidə etməyə başlayıram ki, mən çox sərtləşirəm, kobudlaşıram o insana qarşı. Hətta istəyirəm ki, tez belə yox olsun həyatımdan ki, mən artıq həyatıma başqa insan yoxdursa da hələ ki, sevgili kimi, amma bəlkə heç marağımı da çəkən yoxdur. Amma mən istəyirəm artıq onsuz həyatımı davam edəm və istəyirəm tez bitsin, qurtarsın da yox olsun bu insan. Halbuki bu insanın mənim həyatımda dəyəri var, bir varlıq kimi. Burada nə baş verir? İnsan daxilən bunu müşahidə etmir deyə, daxili tornadonu. Ona elə gəlir ki, rahatlığının maneəsi bu oğlandır. Məsələn, oğlan yapışıb əl çəkmir ki, ayrılmayaq, mənə bir dənə də şans ver, bəs biz neçə ildir səninlə bərabərik, biz səndən ayrıla bilmirik, biz nə qədər falan filan şeylər yaşamışıq, düzdür? Yəni aranızda mütləq ki, bunları yaşayanlar olub və bu sözləri eşidən mən əlbəttə ki, 1000 dənə şübhəyə düşür. Çünki bir var ki, mən dəli kimi artıq kiməsə aşiqəm. Burada bu oğlan nə deyir desin, hə, beynim ordadır, mən inanmıram. Bir də var ki, mən həqiqətən ayrılmaq istəyirəm bu insandan. Çünki bir yerdə hiss edirəm ki, bir şeylər bitib artıq. Mən görürəm, mənim gələcəyim olmayacaq. Yəni ən azı hiss edirəm ki, təsəvvür etdiyim kimi olmayacaq. Çünki biz bir-birimizi tanıdıqca mən anlayıram ki, biz həyata, ailəyə fərqli baxırıq. Məsələn, mən daha müasirəm, daha azadam, o isə daha evdə oturan, heç nə etməyi sevməyən falan filan bir insandır. Və mənə bir 3 il, 5 il lazım oldu ki, bunları anlayım. Amma eyni zamanda yaşanmışlıqlar da var axı və bu oğlan bunu mənə dedikcə ki, yox, yox, bəs düşün, yox, mən sənin üçün savaşacağam, yox, mən hazıram sənin üçün hər şey eləməyə falan filan. İnsan 1000 dənə şübhələri, qorxuları qalxır ki, amma bəlkə mən peşman olaram. Bəlkə illər sonra mən də bundan ayrıldım, başqasına rastlamaram. Hə, nə olsun, indi elə bil ki, tam sevmirəm bunu, amma bu mənə rahatlıq verir, güvən verir. Artıq bunu illərlə tanıyıram, başqasını tanımaq var. 1000 dənə məyusluqdan keçmək var başqa insanlarla, oğlanlarla tanış olaraq və bu səs çox güclü olmağa başlayır. Və insan bu səsi elə bil ki, eşidir, amma ona önəm vermir. Anlamır ki, özünü dondurmağın səbəbi bu daxili tornadodur. Bizə elə gəlir ki, oğlanın təzyiqidir ki, o da var. 100% o var. Onun etdiyi mənim içimdəki bu tornadonu oyandırır deyə
və mən onunla baş edə bilmirəm, fırlanıram içində. Ən asan üsul nə olur? O belə işığı pop belə söndürürsən, tam belə elektriçestanı və insan özünü dondurur. Və bunu mən adlandırıram daxili psixopat. Və qoşur daxili psixopatı, hansı ki, nə özünə qarşı, nə başqalarına qarşı, situasiyaya qarşı heç nə hiss etmir. Elə oturub deyir ki, yaxşı, qutar, başa düşdük, hə, hər şey mənim üçün eləmək istəyirsən, okey, qutar, tez bu telefonu qoysaydım, çıxsaydı həyatımdan. Yəni, sanki bu eyni insan deyiləm, hansı ki, əslində oğlana qarşı ən azı insani hissləri var. Və ona qarşı kobud olmaq istəmir, soyuq olmaq istəmir. Amma özündə başqa seçim də görə bilmir. Çünki əgər mən o pişidən bir növ söndürməsəm, onda mən hiss edirəm ki, içimdəki o tornadonu yaradan tərəfimi kontrol edə bilməyəcəm. Onunla baş edə bilməyəcəm. Və bir növ uyub gedəcəm ora, çünki oradan gələn siqnallar və təzyiq çox böyükdür. Bunu hiss edənlər bəlkə indi müşahidə edirsiniz, başa düşürsünüz məni. Ondan sonra gəlir maraqlı ikinci etap. Harda ki, mən bir də görüm özümü tuturam onda ki, mən başlayıram hər şeyi dəyərsizləşdirməyə. Gəlin məsəl üçün keçək Azərbaycandan tələbə kimi xaricə köçmüş bir qızı. Məsələn, Amerikada, Avropada oxuyur. Tutaq Amerikada keçib. Və insan başlayır, nə var ya Azərbaycanda, bizim tərbiyəmiz elə, bizim belə, bizə azadlıq vermirlər, bakirəlik elə, bakirəlik belə, nə var elə tutunmuşuq bu bakirəlikdən. Məsəl üçün, əgər mən xaricə köçmüşəmsə, artıq azad həyat yaşamaq istəyirəm, öz seçimlərimi etmək istəyirəm, harda ki, mənim üçün məntiqli olaraq artıq bakirəlik önəmli deyil. Mən azad həyat yaşamaq istəyirəm. İstədiyim kimi, nə bilim, seksuallığımı, qadınlığımı bu cür yaşamaq istəyirəm. Mənim üçün bu okeydir. Amma bizə elə gəlir ki, Azərbaycan və bütün o mentalitet bizə bu təzyiqi göstərir ki, o var ümumi. Amma axı mənim bu birisi tərəfim var, hansı ki, bir növ deyir ki, yox, bu düzgün deyil, bu yanlışdır. Elə bil ki, məni güdür oradan, deyir, düz deyil, sən səhv eləyirsən, bunu eləmə. Sən nə başlayır o içəridə adlar, hansını ki, biz eşidirik ki, sən onda osan, sən də busan. Və insan bu təzyiqi hiss etməməyə ötürü ən asan üsula keçir, dəyərsizləşdirməyə. Bir növ birinci özünü söndürür, hiss eləmir. Sonra dedi, əşi o pisdir. Ya da başlayır ayrıldığı oğlandan bütün xatırladığı, anladığı pis cəhətlərini daima beynində tutmağa, belə də eləmişdi, mənim qəlbimi də belə də qırmışdı. Halbuki münasibət ərzində biz də qarşı tərəfə eyni pislikləri bir növ edirik. Amma orada yenə dediyim kimi, mən öz daxili dünyamla, hisslərimlə bacarmıram deyə mənə qalır iki seçim, ardıcıl seçim. Birinci hisslərimi dondurmaq və daima paralel olaraq dəyərsizləşdirmək. Ya ölkəmi, ya anlayışları, mentaliteti, oğlanı. Niyə bunu edirik? Yenə təkrarlanım ki, çünki daxilən oturub birinci o qalxan fırtına hissləri görmək, onlara həzm etmək və tab gətirə bilmək çox çətindir. Özəlliklə əgər mən bir insan olaraq alışıq deyiləmsə bu prosesə. Çünki birinci o emosional fırtınadan çıxmaq lazımdır ki, sonra sakitləşib, məsələn, analiz eləməkdir ki, okey, yenə hər ölkə fərqlidir, hər ölkədə başqa cür böyüdür insanlar, mentalitetdir, bizim mentalitetimizdə də möhtəşəm tərəfləri var. Amma mən özüm üçün bu yetişkin addımı atmaq istəyirəm. Amma görürsünüz necə? Bu cümləni deyəndə belə nə hiss edirsiniz? Mən bir yetişkin olaraq məni böyüdülən tərzdən deyil də, mənə düzgün olanı öyrədiləndən deyil də, özüm bilərəm, özüm düzgün bildiyini seçmək deyəndə. Fikir verirsiniz, o belə həyəcan, qorxu hansı qalxır ki, amma mən düzgün bilirəm, bir də mən yanlış bilirəm, bir də mən sonra peşman olaram, birdən o. Görürsünüz nə qədər şey oyanır.
və bu daha mürəkkəbdir, bu daha çətindir. Oturub analiz eləmək, götür-qoy eləmək, anlamaq ki, niyə mənim üçün bu addımı atmaq vacibdir, niyə mən bu peşmançılığı çəkəcəm ya çəkməyəcəm, peşmançılığım olsa və ya qorxularım olsa mən özümə dəstək olacağammı, olmayacağam. Çünki axı mənim bu tərəfim var, o məni güdən tərəf, hansı ki, deyir ki, yanlış eləyirsən, yanlış eləyirsən, hansı ki, məni təzyiq altına salacaq, ataka edəcək, autoaqressiyam olacaq. Buna qarşı mən özümü qoruya biləcəm ya yox. Bax bu proseslər görürsüz necə daha çətindir. Daha asan yol isə heç nə hiss etmirəm. Bir növ minik psixopatam, balaca bir psixopatam və dəyərsizləşdirirəm. Onda mənə bu seçimi etmək çox daha yaxşıdır. Ona görə də məsələn bəziləri haqlı olaraq, bəziləri də olur, məsəl üçün qadınlar boşanır. Həyatda bir insanla bir müddət yaşayırsansa, mütləq yaxşı şeylər də olur. Amma insan özünə də və başqalarına daima pis tərəfindən danışır. Çünki yaxşı tərəfini gətirəndə o saat elə bil ki, insan bu tərəfə oyanır ki, hə gördün, bəlkə gərək ayrılmazdın, bəlkə bunu eləməzdin. Yenə çünki emosiyalar gələndə insan onların içindən həzm edib çıxıb analizə keçmək hər insan bacarmır. Harda ki oturursan və yenidən deyirsən ki, yox, davay oturaq səndən, bir daha yadımıza salaq, nəyə görə biz bu insandan ayrıldıq, nəyə görə bu addım vacib idi, nəyə görə mən bu addımı indi atmaq istəyirəm, nəyə görə, məsələn, əgər mən bu oğlandan ayrılmaq istəyirəmsə, mən başa düşürəm, çünki mən görmürəm bundan gələcək. Mən özümlə bağlıyam, real özümü görürəm və mən başa düşürəm ki, mən bu insanla qura bilməyəcəm o həyatı. Okey, mən burada bəlkə hansısa ideal bir şey axtarıram, yoxsa həqiqətən real özümü tanıyaraq bunu edirəm. Görürsüz nə qədər xırda-xırda detallar ortaya çıxır, hansından ki, çox zaman insan tək baş edə bilmir. Kənardan kömək lazımdır və buna görə mən sizi əlbəttə ki, seanslara dəvət etməyə həmişə çalışıram ki, əgər özünüz başa aça bilmirsinizsə, bəlkə birlikdə seansda biz bir şeyləri ortaya çıxarda bilərik, anlaya bilərik, işıq saça bilərik. Belə, çalışın, bəlkə sizin həyatınızda hal-hazırda baş verən situasiya var. Bəlkə də illərlə içinizdə nəyisə belə daşıyırsınız və bu prosesi müşahidə edərək bu dondurmanı və qarşıdakı insana ya da ölkənə ya da dəyərlərə qarşı olan qəzəbi hiss edirsiniz. Məsələn, söndürürsünüz empatiyanızı, insani hisslərinizi və sadəcə qəzəb, o heyvani qəzəb oyanır. Hansı ki, deyir ki, rədd elə bunu, qurtul bundan, lazım deyil, olmasın və dəyərsizləşdirmək eyni zamanda. Harda ki, mən heç günahkarlıq hiss etmədən, bu tərəfə düşünmədən rahat, nə bilim, təzə həyatıma, təzə qərarlarıma yelkənlər açım. Bu proses bizi insanlığımızdan məhrum edir. Hisslərimizdən, hiss etmə bacarığımızdan məhrum edir. Harda ki, biz qarşı tərəfi incitmədən, ölkəmizi incitmədən, özümüzün hisslərini bağlamadan əslində bu yola davam edə bilərik. Hə, bu daha çətindir, amma davam edə bilərik. Və bu yolda, dediyim kimi, bəzən terapevtik dəstək lazım olur. Harda ki, mən öyrənirəm öz hisslərimi tanımağa, yavaş-yavaş tab gətirməyə ki, içimdəki o işığı söndürüb psixopata qoşmuyum. Çünki mən o işığı söndürəndə sadəcə qarşı tərəfə, başqa ölkəyə tərəfə, dəyərlər tərəfə eləmirəm. Özümə qarşı da edirəm. Özümə qarşı da elə hissiyatsız və sərt davranıram. O real özlərimi, hisslərimi görmürəm. Deyirəm ki, sən sus, sən demə, danışma, səni söndürdüm. Mən burada istədiyim kimi davam edirəm. Amma bu mümkün deyil. Biz heç bir şeyi söndürə bilmirik. Sadəcə müvəqqəti olaraq dondururuq. Bu qədər. Ümid edirəm maraqlı oldu və özünüzdə bəzi prosesləri görməyə başladınız. Biz isə sizinlə növbəti həftə həmişəki kimi görüşürük. Sağ olun.